isə Qax rayon bazarında. Bildiyimiz kimi bazar balacadır burada. Niyə? Çünki Qax rayon balaca bir şəhərdir. Amma bazarın aktivliyi adətən yay aylarında olur. Hal-hazırda bazarda qiymətlər neçədir və hansı məhsullar var? Gəlin bir yerdə tanış olaq. Hər vaxt xeyir olsun. Necəsiz? Nə var, nə yox? Nə gözəl ətdir. Neçədir dana əti? Dana əti 16 manat. Dana əti 16 manat. Bəs quzu əti yoxdur. Quzu əti yoxdur. Qoç əti də yoxdur. Yox. Qaxas neçədir? Qaxac qoçun əti 40 manatdır, dolma 50 manat, 55 manat. Qaxac budur, gözəl olandır. Maşallah, bazar olsun. Ciyər neçədir? Ciyər belə kilosu 12 manat. Kilosu? Böyük qara ciyər. Maşallah. Alıcı varmı? Nə tərdir? Zəifçilik. Yəni keçən aylarla, illərlə, nə var vaxt? fevral ayı zəifçilikdir. Hər il belə olur da. Yəni həmişə kimi nisbətən getdikcə zəifliyir. Yayda yaxşı olar yəni. Yayda yaxşı olur. Salam aleyküm. Necəsiz? Nə var nə? Keyfiniz necədir? Vəziyyətlər? Siz necəsiz? Sağ ol, sen vəziyyət yaxşı olmasa da avdel eləyik hərəkət. Bax. Maşallah. Ay kişi, ay aydın, hara getdin? Gəl görək. Neçə verir əti? Bunu 19'a. 19 Manatını manat. almışam 17'ye. Manatdır 17-yə, qoç əti 19-yə. Bazar olsun. Sağ ol, sağ ol, sağ ol. Salam aleyküm. Ay aleyküm. Necəsiz? Çox sağ ol. Göyərti neçədir? Göyərtimiz kişniş, küyüt, manaq 30, turp soğan tərə 50, 7 qalandan 40 təpik. Bazar olsun. Alıcı olun. nətərdir? Bu aylarda necə olmuyor? Şükür Allah, hər şey Allah. Gözəl, qaydasın. Şükür. Bazar olsun. Çox sağ ol. Sağ olun. Qax bazarı çox balaca. Demək olar ki, əsas isə buradır. Aşağıda da bir neçə yerdir. Yayda aktiv ola bilər, amma hal-hazırda o aktivlik burada yoxdur. Salam. Kartof neçədir? Taşka 1 manatı var, 80 qəpik var. Məsələn, bunlar neçədir? 80 qəpik. Bunlar da 1 manatdır. Bəli. Kələm Gələn 50 qəpik. 50 qəpiyə, bəs kök? 1 manat. Qırmızı soğan neçədir? 1 manat. Bazar olsun. Sağ ol, sağ ol. Yumurta kimə aiddir? 30 qəpik. Təmiz kənd toyuğunun yumurtasıdır. Bəli. Qaxda yox, başqa şeylər bahadır, yumurta ucuzdur. Baxaq, gəzək, baxaq, görək elədir. Salam, xoş gördük. Çuğundur neçədir bəy? 1 manat. 1 manata. Bazar olsun. Göyərtilər, salam. Salam. Göyərtilər neçədir? 30-a 20-yə. 30-a 20-yə. Bəs tur 40-a. alıcı varmı? Yox, alıcı məsələsi. Səbəbdə küçal veri çoxdur, ona görə. Küçə alver çoxdur, bəlkə də pul Bazara yox. gələn yoxdur. Bəlkə də pul yoxdur. O ac qalası deyil ki, amma. İmkan yox amma. Mükən yox. Sən də yox. Bəs lobiya neçədir? 5 manat, görürük. Bax, lobiya ucuzdur. Bal 12 manata balacası, böyüyü 25 manatadır. Belə acıqadır bunlar. Xoş gördük, necəsiz? Sərgəli yığmışsan, bəyəndim. Döyməsi varmı? Var əfəm. O neçədir? 5 manat. 5 manatdır düyməsi. Bazar olsun. Salam aleyküm. Necəsiz? Xoş gördük. Toyuq neçədir? Toyuq 6 manat, 7 manat. 6 manat, 7 manat. Bazar kilo ilə versən yəqin. Yox, ədədlə. Ədədi 6-7 manat. Bazar olsun. Necə gəlişlər? Əla, qaymaq kimi. Hər şey yaxşıdır. Maşallah, maşallah. Qaymaq kimi gedir. Qax torpağına xoş gəlibsiniz. Nə niyyətinə gəlib xeyir Allah olsun. razı ha. Bizim niyyətimiz pis olmur. Şükür Yaxşı Allah. olsun. Qədəməmiz xeyir olsun. Allah razı olsun. Sizdə ancaq pendirdir, eləmi? Ancaq necədir qardaş? Maşallah. Haram pendiridir. Hər yerin var, ilsi var. Nə olar? Əsas baxın. Neçədir pendir? Pendilər bax qiymətlərinə gəlir. Məsələn, bu yığdığınız, Ha? bu yığdığınız otlu pendir. Bunlar 12 manat. 50 manat. Şəhərin Maşallah. Necəsiz? İzləyir, xoşlar. Allah. Necə gəlişlər? Şükür Allah. Hansı kətdənsən? Ənbərçay kəndində. Ənbərçay kəndə. Qaxan Ənbərçay kəndində. Necə gəlişlərin? Baba, şükür Allah. Ticarət necədir? Baba, biraz zəifdir. Nisbətən şükür Allah. Şükürlü insansan, maşallah. Bu əsl çoban yastığıdır deyəsən. Çox münasibət. Baxaq Niyə? qadına, bismillah. Harandır? Bu qaxındır. Çoban yastığı. Bəli. Bismillah. Neçəyə versin? Stəkanı 1 manat.
Yer almasın neçədir? Yer almış kilosu 1 manatdır. Ha, maşallah, bazar olsun. Bəs bu lobiya? Gürcü pax vaxtı gedir. Ha. Gürcü yaxşı. Kilosu 7 manatdır. Gürcülərin qaxbaşdan gəlir. Ha, bildim də qaxbaşım bilirəm. Yaxşı, bundan mənə 1 kilo çək. Yox. Ha, Allah razı olsun, bazar olsun. Salam, necəsiz? Salam, sağ ol, yaxşı. Necəsiz? Yumurta nə tərdin? Yaxşı, tək yumurtası. Qoz neçədir? Var mı? 20 ya. Haran qozudur? Özüm sındıran ləpədir. 20 manata versin. Bəli. Ha, bazar olsun. Bilmə çox qoz sındıranda işmişəm. Ha, indi görüm məndən nə alırsan? Yox, mən hələ Balakənə çəkilişə gedəcəm. Zaqtaliya. Gəzirəm. Çox gəlmirsən, kişacıqlanacaq deyəcək. Ha, sonra qala deyəcək ki, mən zəng eləyəcək ki, bəs kişi daha köy. Ha, necəsiz? Bazar olsun. Olsun. Yağ neçədir? 19 manatlar. 20'ye yani aşağı düşüyor bilmem. Ha. Pendirlər? Efendim ne şeyse var. 2 manatlar tutmuş ifade şeyse var. 2 manata nə pendiridir? Ha bu da alırsan alam da bak da. Yox, yəni niyə 2-dir də? Satabilir miyiz hiç? Alıcı kabiliyeti yok ki. 2 manattan Bismillah. başlı yukarıya gidiyor da. Amma pendirdir də yenə. Şimdi de Məsələn bu ən köhnə pendirin hansıdır? Budur yəqin. yok. Onlar mal pendirler. Hamısı mal pendirlerdi. Yok, en köhnəsi. Pendir vardı. Var böyle motor pendir. Ha, o neçədir? Bismillah. Bu 20 manatdır. Temiz. Ha, o... Bismillah. Savşa ver, savşa incime. Ha, çox qəşəng. Çok süperdi da bu. Süd neçədir? 50 qavat qiymət. Elədir də. 1 manat. Bax, düşünün. Bəzi yer var ki, rayonlar, indi bilmirəm, mən tanışsınız, izləyirsiniz, izləmirsiniz. İndi araba gibi bakıyorum ha. Deməli, qaymağı qoyublar, güya da qaymaqdır. Kilosunu 6 manata verirlər. O mümkündür elə. Bilmiyorum oğlum, onu diyeyim benim. Hiç de Yox, diyemem. bu süd 1 1 manatdır. manat da mümkün değil o. Mümkün deyil. Yəni bir normal insan düşünəndə o mümkünatı yoxdur yəni. Güzel de be. O camış süzməsidir, o da İnek inək. böyle. 1 manat. 1 En manat. temiz şey daha o. Süzmə 1 En manatdır. temiz. En temiz şey. Bu da basımlarımız ya. O yəni %100 təmiz süzmədir. Bunu apar, xəstəyə ver, xəstə Öldü. biriləcək. Xasım verdi. Yani, Sağına baxın. o da gülüyor. Yox, xəstəyə süzmə verərlər. Xəstəyə Yok. verərlər bal, qaymaq. Ya üreyi bulanan adam var ne öyle öyle. Həqiqi təmiz şey daha. Mən sənə bir söz deyəm. Müftəd o. Vallahi həqiqi müftədir. Müftəd. Mən işlə demirəm. Mən sata bilməyik onu. Kəndli məhsulunu satmaq üçün əlbəttə əziyyət çəkir. Çünki alıcı da az olur və keyfiyyətli məhsulu da almaq üçün vicdanlı insan isə tapmaq daha çətin olur. Gördüyünüz kimi Əli qardaş %100 təmiz məhsul satır, amma alıcısını da burada tapa bilmir. Bəzi bölgələrimiz var ki, orada keyfiyyətsiz və insan üçün zərərli olan qatqı maddələrindən istifadə edilərək məhsulların satışını həyata keçirirlər. Həm zərərli, həm də bahalı. Mən təklifim budur hər zaman. Gəlin kəndliyə dəstək olaq. Onların məhsullarını alaq, onlar da rahat satsınlar. Keyfiyyətli də keyfiyyətlidir. Dadına da söz ala bilməz. Neçədir bal? Bal 25 manatdır, aşağı düşüyor. 20'ye de veririk. Satış yoktur. 20'ye de vereyim. Ondan da aşağı veririm ben. Çok alamakta. Bazar olsun. Bu neçədir? O 2 manata kilo. İçində nə var? Şiyüt var. Bəlkə Bakıya qaydanda gəlib burada nə var alıb gedim. Gəlin alın da, onsuz da alıcı qüvvəmiz zəifdir, çox həddindən. Yayda necə olur, yayda? Yayda əla. Biraz Yayda əla. Çünki Babaq yayda mısın? hamısı Ha. Bakıdan istirahət zonasıdır bura, istirahətə gəlirlər. Aha. Ona görə alıcı Yaxşı. qüvvəsi çox olur, bəli. Bu camış yağıdır, bu da inək. Bəli, Bu camış neçədir, bu neçə? İnək yağı 20 manatdır, camış yağı 22 manat. Əslində yağların kralı inəkdir. İnək yağı.
Ancaq Qatıq camışın yaxşı olar. çox adam camışın istəyir. Qaymaq xanı. Deyir, Hə bu neçədir? 10 manata. Amma görürsüz təmiz qaymaq Təmiz qaymaq. belə olar. Burada olar hardasa bir 700 qram, eləmi? Bəli. 700 qramı 10 manatdır. Neftçalada bazarda məni öldürürlər. Kilosunu 6 manata. Kilosu 6 manata qaymaq olar. 6 manat. Demək saxtadır da. Südün 1 litri, 1 litri. 1 manatdır. Bizdə 1 manatdır da. Sonra mən söz deyirəm, deyirlər mübariz deyinir. Mən deymirəm, mən ədalətli deyirəm. Təmiz qaymaq. Bazarda ümumiyyətlə fabrik, zavod, sex malı olmalı deyil. Bu bazar kəndliyə aiddir. Kəndli məhsul satmalıdır. Bəli, təmiz kət. Təmiz olmalıdır, bioloji cəhətdən təmiz, qatqısız olmalıdır və çox keyfiyyətli olmalıdır. Zavod, fabrik mallar bazara girəndə nə olur? Kəndli malına sıxışdırır, kəndli məhsulunu sata bilmir. Lobiyalar neçədir? 5. Bundan çək mənə götürüm, alverin olsun, yaxşı. Bazara da bazar deyiblər. O biri tərəfdə verirdi 6-7 manata. Burada isə verir 5. Qoz neçədir? Salam. Qoz 18 manata. 18 manata. Bəli. Hə, maşallah, bazar olsun. Çox sağ ol, var ol. Sonra nə var fərqli məhsul? Şabalı. O neçədir şabal? Şabalı 8-ə. 8 manat. Haran şabaltıdır? Qumun. Qum. Ha. O nə toxumudur? Hansı? Bu. Kişi sok. Ha. Bazar olsun. Neçə Çox versən? 1 manat istəkəni. Stəkan 1 manata. Yaxşıdır. Bazar olsun. Necədir? Nə alırsınız? Pendir alırsınız yəqin. Biz də Bakıdan gəlmişik, yağ alırıq, nəhrə yağı. Ha, maşallah. Bazar olsun. Bazarda qiymətlərlə yaxından tanış olduq. Həm keyfiyyət, həm də qiymət. Ümumiyyətlə bu aylarda bazarda ticarət zəif olur. Qax rayonu bildiyimiz kimi turizm bölgəsi olduğuna görə yay dövründə daha çox insanlar bura axın edir. Qax rayonunun xüsusən də bu gözəlliyi insanı valeh edir. Dağların qoynunda olan bu gözəl rayon, gözəl küçələri, tarixi olan tikililəri, eyni zamanda xoş və mehriban insanları ilə hər zaman öz diqqətini çəkmişdir.